Aha. Baxın, Ağdaşdan yuxarı Ləki. Yuxarı Ləki. Birinci dərəcəli yolla ikinci dərəcəli yolu birləşdirən əsas yol. Yolun kənarı. 10 minlik yolun kənarı ilə getdiyi halda götürüb yol layihəni dəyişdirib atıblar. Bu evin yəsin. Bu evin qabağına qoyublar. Birini də gətirib bura qoyublar. Buradan da aparıblar, orada təndirin üstündən keçirdiblər. Baxın. 4 gün bundan qabaqda Bakıdan gələn İşıq İdarəsinin nümayəndəsi gəlmiş ki, təndiri cərmələmək istəyirlər xalqı. Ki, təndiri buradan sökün 10 minliyin altındadır. Amma halbuki, bax bu 10 minlik bu forma yerlənir. Baxın. Bu haqda icra başçısı Orxan Hüseynzadə, Firdovsi Məmmədovun yanında olmuş İşıq İdarəsinin müdürü. Heç bir tədbir görülmür. Ona görə tədbir görülmür ki, bu 10 minliklər o yolun qırağında olmalıydı. 10 minliklər orada olsa, baxın, Firdovsi Məmmədov özlərinin obyekti kəmməyəcək. Bax, bu obyektlərə görə İşıq İdarəsinin müdürü, Bakıdan gələn nümayəndə İşıq İdarəsinin işçisinə tapşırıq versə belə, İşıq İdarəsinin müdürü qorxusundan gəlib bu dirəyi ya bastıra bilmir, ya yerinə qaytara bilmir. Baxın, bax, bu da Şirə kanalı. Bax, 1 metrə qalıb. 5 metr olmalıdır, baxın. Şirə kanalını doldururlar. Şirə kanallarına da baxır, Baba Məmmədov, Firdovsi müəllimin qardaşı. Hara müraciət eləsək də bu Şirə kanalını mən 5 aydır buna qazdıra bilmirəm ki, bunu doldurtturma. Baxın, bax, oradan şalmanı döndərdikləri yerdən. Şalmanın biri, o şalman ora düşməlidir, bax, bu şalman da bura. Bu şalman bura düşəndə Firdovsi Məmmədovun qardaşı Baba Məmmədov, Mübariz Məmmədov, bax, bu obyektlər düşə bilmir. Buna görə də layihəni ora keçirdiklər. Bu barədə Yuxarı Ləkin nümayəndəliyinə müraciət eləmişik, heç bir tədbir görülmür. Mahir müəllim özü şəxsən burada olubdur. Yalandan anladırlar. Çin gəlirik dəyişəcək, ancaq heç kim dəyişmir. Nə də heç kim gəlib buna toxuna bilməz. Firdovsi müəllimin icazəsi olmadan. Çünki Firdovsi müəllim burada obyektlər tikir. Orada, burada 10 minliklər də ora Firdovsi müəllim qoydurdur. İşıq İdarəsinin müdürünə də şikayət edirsən, gəlib dəyişənmir. İcra başçısının ikinci mavinidir, icra nümayəndəsidir deyə heç kim bu şeyə toxuna bilir. Dünən qaynar xəttə zəng eləmişəm ki, işığı şalmana aşır, 4 gündür buna ilə maraqlanan yoxdur. Bax, yerlənir, yerindən çıxır. Zajim liniyası çöldə, düzgün basdırılmayıb. Ancaq yolun kənarının